Cavablara əsasən görürəm ki, daha çoxunuzda bəli, bunların hamısı problemlidir. Bir neçəsində əksəriyyətdə yaxşı nəticə gördüm. Bu 10 sualın deyim ki, ən azı 4-ündə mənfidirsə, demək ki, artıq bu münasibətdə ciddi problemlər var. Neçə sual mənfi çıxdı. Bəzilərində müsbət çıxmaq əksinə problem idi. Bəzilərində mənfi. Deyə bilərsiniz ki, Gülçin xanım, bunları bildik. Bəs necə eləyək? Tam olaraq bir seans yerinə keçməyəcəyinə görə tam ətraflı cavab verə bilməsəm də, amma istəyirəm ki, bugün buradan az da olsa bir şeylər öyrənib gedəsiniz. İlk sualda həyat yoldaşınız və ya sevdiyiniz insandan hər hansı bir sirriniz mövcuddurmu? Burada da böyük əksəriyyətim var idi. Bəzisi deyirdi ki, mənə qarşı necə deyim, sonra başıma qaxınc kimi eləyəcək, bəzisi qorxurdu. Bunun özü ciddi bir problemdir ki, mən orada oturub özümü analiz eləməliyim. Niyə belə bir münasibətdəyəm? Əvvəldən mi belə idi? Sonrasında mı bir şey oldu? Hər hansısa bir hadisədən sonra mı belə qərara gəldim? Yoxsa əvvəldən də var idi? Var idisə, niyə belə bir münasibətə başladım? Mən burada çatı da açım ki, görə bilim. Səsim kəsildi, indi gəlir, yəqin ki, bayaq yazmısınız. Ola bilər, yəni qarşı tərəfdən ailəsindən görüb, ola bilər. Amma bizdə, özümüzdə, axı, doğru olmayan şeyi də bizi özümüz o mu gizlədir, sizmi? Axı, o elə görübsə, burada sizlə bağlı idi bu sual ki, sizin sirriniz varmı? Mən sirrimi gizlədirəm. Nəyə görə? Nəyə görə bu qədər inanmadığım, güvənmədiyim bir insan yanındayım? Ya nələrdir, niyə bunu mən açıq aydın danışa bilmirəm ki? Baxın, ola bilər ki, nə vaxtsa siz hansısa bir sirrinizi demisiniz, sizin əleyhinizə istifadə edibdir. Bunu da oturub danışmalıyıq ki, münasibətdə ən əsas kommunikasiyadır. Biz insanlar bir-birimizlə danışaraq ünsiyyət qura bilirik. Danışaraq özümüzü ifadə edə bilirik ki, mən sənə həyat yoldaşım kimi, yəni baxın, həyat yoldaşı, ömürcün yoldaşı deyirik. Bizdə bu sözü elə belə demirlər də. Mən bu ömürcün yoldaşıma sirrimi niyə deyə bilmirəm? Səndə məni narahat eləyən nədir? Nəyimə necə istifadə eləmirsən? Ya da səndə bu şey məni qorxudur. Mən belə hiss eləyirəm. Oturub danışmaq lazımdır ki, bilsin, qarşı tərəf də bilsin, siz də biləsiniz. Nə qədər ki, açıq, şəffaf oluruq, biz o qədər də rahat oluruq. İkinci sualda ailə büdcəsiniz. Əksəriyyət demək olar ki, bir neçə nəfər dedi ki, bəli, birdir, mən istədiyim kimi istifadə edə bilirəm, yoldaşım istədiyi kimi istifadə edə bilirmi? Ümumiyyətlə, burada sual vermək istəyirəm işləyən xanımlara da. Siz özünüz də büdcənizi ortaq bir yerə qoyursunuzmu? Yoxsa evi o idarə eləyəcək, bu da mənə aiddirmi deyirsiniz? Danışmaq olmur. Yoxlamısınız heç ümumiyyətlə? Danışmısınız, nə olubdu sonda? Yəni, nə vaxta qədər deyəsiniz belə danışmayaraq, susaraq, ötüşdürüb keçməyi düşünürsünüz? Bir yerdə axı insan yorulur. Vermirəm büdcəmi, məndə qalır, versəm dağıdacaq, vermişəm, dağıdıb. Yox, zaten verməkdən söhbət getmir. Kiməsə mən qazancımı verim, yox. Heç o da sizə verməli deyil. Ailənin ortaq büdcəsi olmalıdır. Hamı ora qoyur, hamı oradan, misal üçün, evdə bir yerdədir. Bu bir kaşokdur, kostyumdur, dediyim kimi seyfdir, nədirsə. Orada bilirik ki, bizim bu qədər pulumuz var. Mənim ehtiyacım var, oradan götürürəm. Hətta burada artıq deyilmədən də götürülə bilər. Dediyim kimi, əvvəlcədən danışılır, evin ehtiyacları bilinir, nədir, vacib xərclər nədir. Bunların hamısı bir yerdə oturulub bölünməlidir ki, bizim aylıq ərzaq ehtiyacımız nədir, bizim nədir, kommunal ehtiyacımız nədir, kirayədə qarıqsa kirayə ehtiyacımız nədir və sonrasında qalan nədir, qalandan necə istifadə edə bilirik, bizim özümüzün də bəzi ehtiyaclarımız olur. Onu oradan demədən, hər iki tərəfdə rahatlıqla götürə bilərim. Ortaq pul yığmaq, yoxsa bütün maaşları ortaya qoymaq. Bütün qazancı ortaya qoymaq. Ortaq pul da oradan yığılır. Yəni, qazanc ortaq olanda biz dediyim kimi bölürük, xərclərimizi bölürük, sonrasında bilirik ki, bu qaldı. Və necə deyim, oradan deyə bilərik ki, bu ay filan qədəri yığacağıq, qoyuruq. Banca mı qoyuruq, hansısa bir investisiya mı qoyuruq, ya prosto yastıq altında mı saxlayırıq, nə ediriksə, yenə də bunu bir yerdə qərarlaşdırırıq ki, bu ay biz bu büdcədən bu qədər kənara qoyuruq. Deyə bircə büdcəmiz yoxdur. Özü də ay sonunda deyir ki, çox mənasız xərclər edir. Baxın, buna görə olmalıdır bu büdcə. Yəni, bir adamın əlində olanda, bu qadın, kişi fərqi yoxdur. Bir adamın əlində olanda yersiz xərclər ola bilir. Amma oturub bir yerdə qərar veriləndə ki, bizim bu istəklərimiz, arzularımız, xəyallarımız, özümüz üçün, övladlarımız üçün, ailəmiz üçün arzularımız var. Bunu da həyata keçirmək üçün nəsə eləməliyik.
Yoxsa bir nəfər dedim, burada yəni nə kişi gətirsin pulu qadına versin, nə qadın xərclərini versin kişiyə, bundan söhbət getmir. Ortaq olmalıdır. Yəni orada mənim qazancım azdır, səninki çoxdur, məsələsi də yoxdur. Ya da biri işləyir, biri işləmir. İstər qadın burada işləsin, istər işləməsin. Onda da ailədə vəzifə bölgüsü olmalıdır da ki, hansı işi mən görəcəm, hansı işi sən görərsən. Əvvəllər var idi, sonra karta yığdıq. Bilirsiniz nə zaman pozuldu? Getdi 10 min kredi götürdü, boş-boşuna xərclədi. Və siz o krediti götürəndə demədinizmi ki, bu krediti nəyə görə götürür? Ehtiyac mı var idi? Ehtiyac vardısa da bu kredit götürülübsə sonrasında da ödənməlidir. Onun üçün də yenə də o büdcə bir yerdə analiz edilməlidir ki, hər ay nə qədər orada verəcəyik, onu da nəzərə almalıyıq. Hesablaşdırıb düzəltdim, pulumu yığmağa başladım. Bu maliyyə cəhətdən yaxşı bir şey ola bilər, amma rahatlıq cəhətdən düzgün deyil. Sağlam ailə cəhətdən düzgün deyil. Yəni bu necə deyim, bir yerdə problemdən qaçmaqdır. Bunu oturub həll eləməliyik. Nəyə görə belə edir bu insan? Bunu birlikdə həll eləməyi bacarmalıyıq. Yox, başqa necə deyim, biz alışqanlığı var, problemi vardısa da burada bir dəstək almalıyıq. Ya ailə ikimizin bir problemimiz vardısa, bunu həll eləyə bilmiriksə, birlikdə dəstək almalıyıq. Büdcəsi ailə üçün xərclənməlidir, qohum-əqrabanın dərslərinə yox. Mən də qardaşına ev aldılar, qardaşına ev qədər aldılar. Mən qaldım izləyə-izləyə, gördüm qardaşımın problemləri qurtarmır. Baxın, belə olmamalıdır. Təbii ki, hər birimizin, yəni istər qadın, istər kişi, ailəsində ciddi problemlər ola bilər. Xəstəlik ola bilər, hər hansı bir problem ola bilər. Onda da birlikdə oturub qərar verməliyik ki, biz büdcəmizdən nə qədər verə bilərik. Bu danışılmırsa, təbii ki, problem yaradacaq. Bunu da açıq-açıq biz narazılığımızı da yəni bildirməkdən çəkinməməliyik. Ki, oturum gözləyim ki, bu insana nə vaxtsa ağıl gələcək, anlayacaq. Yox, biz özümüz bildirməliyik də narazılığımızı. Belə, dediyim kimi, yəni burada da açıq danışmalıyıq, çəkinməməliyik. Çünki ailə hər şey hər birimizə aiddir. Büdcə olsun, problem olsun, birlikdə həll olunmalıdır. Hətta dediyim kimi, kiməsə yardım, kömək belə olacaqsa, bu birlikdə, ailə ilə birlikdə qərar verilməlidir. Tək yəni qazanc gətirən bir nəfər belə olsa, yenə də bir yerdə qərar verilməlidir. Yoxsa mən qazanıram, mən verərəm. Bu artıq sağlam münasibət demək deyil. Ailə düşməni oldum, heç biri indi məni dindirmir, amma yenə də yoldaşım qazanıb daşıyır o tərəfə. Yox, burada dediyim kimi, yəni qətiyyətdə olmalısınız. Yoldaşınıza bildirməlisiniz ki, biz bir ailəyik. Təbii ki, sənin də ailən var, sən də öz ailəni istəyirsən, mən də istəyirəm. Hərə bir tərəfdən dağıtsa, onda necə olar? Bunlar danışmalıyıq, danışa da bilmiriksə, mütləq ki, bir dəstək, yəni biz ailə terapiyası bundan görədir ki, bəzən o çox adi bir şeyləri bir yerdə danışılmır, gəlirlər, seans zamanı danışılır. Ki, o zaman anlaya bilirlər. Bəzən ola bilir ki, emosiyalarımızı saxlaya bilmirik, düzgün danışırıq. Amma emosiyalarımızı saxlaya bilmədiyimiz üçün dava-dalaşa da çevrilir seanslar zamanı, amma burada onu tarazlayırıq biz. Sonrasında müxtəlif məsələlərin müzakirəsində mübahisəniz yaranır. Müzakirə dediyim kimi, əvvəldən elə bütün suallarda da deyirik, müzakirə olmalıdır. Biz müzakirə edib bir qərar verməliyik. Hər şey üçün. İstər övladımızın gələcəyi haqqında olsun, istər özümüz haqqında olsun, öz gələcəyimiz, istər hal-hazırki problemimiz barədə olsun, amma bir ortaq nəticəyə gəlməliyik. Ən azından bir %40, %60 tərəflərin razılığı olmalıdır ki, biz ortaq qərar. Yox, burada dava-dalaş mübahisə çıxırsa, bu normal münasibət deyil və mütləq burada artıq dəstək lazımdır. Dəstəkdə, yəni, ailələr olmamalıdır da. Ailə, dost, rəfiqə. Ümumiyyətlə bilmək istəyirəm sizdən belə bir sual da vermək istəyirəm. Bunların arasında yazmamışam. Amma bunu deyərkən ağlıma gəldi. Siz nə vaxtsa ailə probleminizi ailəniz və ya dostlarınızla bölüşmüsünüz? Və necə təsir edib bu sizə? Bəli, rahatlayıram danışanda dostlarıma, bəli, amma mənfi təsir edir. Bölüşmüşəm, dostla yox, elə ailə ilə, bəli, bölüşmüşəm, mənəvi rahatlıq tapıram. Yoxsa yoldaşımla heç cürə danışa bilmirəm, davaya çevirib. Gözəl məsləhət verir. Gözəl məsləhət dediyiniz nədir? Necə təsir olubdur ümumiyyətlə?
onun məsləhətini yerinə yetirdikdən sonra necə təsir edir? Bir neçə nəfər də psixoloqlar hamı eyni söz deyir. Başa nə? Öcür etməyə. Başlayıram öcür etməyə. Psixoloq ümumiyyətlə sizə nə deyir? Psixoloq deyir ki, gedin bunu eləyin ya da bunu eləməyin. Mən burada oturub bugün Gülsün xanımın təcrübələrini bölüşmürəm. Ailə, yəni dinamikası fərqlidir. Hər bir insanda fərqlidir. Biz sizin problemə fokuslu baxırıq mütəxəssislər. Amma dost, rəfiqə, ailə isə özünün münasibəti ilə baxacaq, deyəcək ki, hə, bax, mən belə eləyirəm, işə yarayır. Ola bilər ki, onun münasibətində o şey işə yaraya bilər. Çox gözəl, uğurlu ailəsi də ola bilər. Amma sizin qarşınızdakı insan onun yoldaşı deyil. Bu tamam başqa bir şəxsiyyətdir və siz də həmin insan deyilsiniz. Yəni bu günümüzün problemi budur ki, baxırıq sosial mediada ya da ki, nə bilim, ətrafda insanlara deyirik mənim münasibətim. Axı mənim istəyim fərqlidir. Mən o insan kimi deyiləm, mən özüm də o insan kimi deyiləm və mənim qarşımdakı insan da digər insanın yoldaşı kimi deyil. Bizim ailə dinamikamız fərqlidir və biz bizə uyğun münasibət dilini tapmalıyıq ki, hər ikimizi qane eləsin. Seans qiymətiniz, bunu zəhmət olmasa sonra şəxsiyə yazarsınız, deyərəm. Sonrasında yenə vaxtımız yetməsin deyə mən tez-tez sualların analizinə keçim. İntim münasibətlər qane edirmi? Bu nə gözəl hal idi ki, mən baxdım bizim qrupda çox adam dedi ki, bəli, amma təəssüf ki, açığın deyim, mənə gələn cütlüklərdə bu problem çox olur. Bir-birləri ilə bu barədə çox qapalı olurlar. Bunun kökündə çox vaxt bizim o köhnə inanclar gəlir. Elə istər kişidə, istər qadında. Kişilərdə bu inanc var ki, mən hər istədiyimi öz xanımımla eləyə bilmərəm. Ya qadınlarda da bu inanc var ki, mən öz istədiyimi bildirirsəm, o mənə tərbiyəsiz qadın kimi baxacaq. Amma yəni bir ailənin təməli əsl həqiqətdə də yəni biz ailə qurmağın ən ilkin şərti bizim cinsi istəyimizi təmin etməyimizdir. Əgər bu olmursa, biz nə qədər yaxşı insanlar oluruq olsun, istər-istəməz bizdə problem yaradacaq. Bəzən qadınlar bunu gizlədir, özləri tam razı olmasalar da bunu dilə gətirmirlər. Amma bu da qadınlarda yox, mənə problem yaratmır, əşi belə də olar, eybi yox deyir. Amma bir yerdə qadınların da aqressiyasının çox vaxt altında bu yatır. Bu məsələ həll olunanda, yəni burada cinsi terapiya gedir. Bu məsələ həll olunanda artıq digər problemləri də o qədər böyütmürlər, daha rahatlıqla həll eləyə bilirlər. Bu ehtiyacımız ödənməyəndə istər-istəməz hər iki tərəfdə də bir aqressiya yaranır və xırda şeylərdən də mübahisə çıxır. Bəzən ailələr olur, gəlirlər danışırlar ki, yox, telefonu bura qoymadım, bura qoydum, qəndi bura qoymadım, bura qoydum, onun söhbəti olur. Əslində onun altında yatan çox vaxt incələyəndə baxırıq ki, o cinsi münasibətdə tam istəyimizin olmamasıdır. Sonrasında nə zamansa münasibəti bitirmək fikriniz olubmu? Baxın, bunun özü ciddi bir siqnaldır. Hətta burada yazdılar ki, hər ay, demək olar dəfələrlə, hər mübahisədə belə fikirlər yazsınız. Yəni, bunun özü çox ciddi bir problemdir. Bunun oturub danışmaq lazımdır. Nədir? Burada yenə gəlirik kommunikasiya. Nədir bizi narahat eləyən şeylər? Açıq, aydın ifadə eləməliyik bir-birimizə. Burada çəkinmək. Çəkinmək deyəndə mübahisə mənim fikrimdə daima boşanacağım biri ilə nə vaxt ayrılacam, nə vaxt boşanacam deyə düşündüyüm biri ilə necə xoşbəxt ola bilərəm? Fikrimi ifadə eləyərəm, istəklərimi ifadə eləyərəm, sonrasında da bilərəm ki, bu insan ondan alınacaq, yoxsa alınmayacaq. Bu qərarı verərkən də yəni bir oturub ünsiyyət lazımdır ki, sonrasında anlayaq ki, hə, olacaq ya da olmayacaq. Nə zamansa son həddə çatmısınız, ayrılıb barışmaq, ayrılıq dərəcəsinə gəlib çatmaq. Bu da digəri kimidir. Səbəblər nələr olubdur? O tam əksinə deyir. Siz yox olun, əsas mən, 2-3 dostumdur, qalır, hər gün gedir onların ailəni. Baxın, burada sizdə yəni ciddi bir problemdir. Bunu ya terapiya almalısınız, açıq aydın danışırsınızsa, bu yolda yoxlamalısınız. Ya da siz qərarınızı verməlisiniz ki, mən necə belə bir münasibəti davam elətdirəcəm. Amma bu qərarı vermədən də ən azından digər yollara əl atıb, o özü almasa belə siz, yəni burada mənə gəlin, məndən alın yox, ümumiyyətlə. Hər hansı bir mütəxəssisdən ən azından özünüz üçün bir dəstək alıb, görün sizin bəlkə hal-hazırda hansısa emosional vəziyyətdən keçirsiniz, bunun da təsiri varmı?
yoxsa sırf bu münasibətlə bağlıdırmı? Daha şuurlu və rahat qərar verin. Artıq nəyəsə kiməsə görə dayanırıq. Nəyəsə kiməsə görə deyəndə burada kimi nəzərdə tutursunuz? Uşaqlara, yəni uşaqlara nə qədər fayda vermiş olursunuz? Dediyim kimi bir ayrılıq olacaqsa da bunu ən azından öz üzərində çalışaram, görərəm ki, həqiqətən nəyi, bəlkə mənim də elədiyimlə hansısa bir səhvliklər var, hansısa bir şeyi düzəltdim, ailə tamamilə düzəldi. Yəni, belə hallar olubdur ki, tək xanım gəlib öz üzərində çalışıbdır və o ailədə xilas olubdur. Sonrasında o narsist adlandırdığı yoldaşı ilə münasibətlərini qoruya biliblər. Amma burada mən dediyim, o qulaq asmadı, demək tərzində də çox şey var. Bir də əsas bunu buradan deyim, ümumiyyətlə bütün münasibətlərdə fərqi yoxdur. Dost, rəfiqə, övlad, ata, ana. Bu, sən dili ilə danışıq, çox vaxt bizə aqressiya olaraq qayıdır. Sən beləsən, sən belə eləyirsən, sən elə həmişə mənə qarşı beləsən, sən məni sevmirsən. Yox da, bunu desək ki, sən bu hərəkətin mənə belə hiss elətdirdin. Sən bu gün mənə qışqırdın, mən özümü dəyərsiz hiss elədim. Mən sən özümü sevilməmiş kimi hiss elədim. Mən həmin an qorxdum. Özünüzə yönəlik desəniz, o qarşı tərəfdə sizi anlayacaq. Vaxtımız azalır yenə. 10 dəqiqəmiz var, hələ danışın. Belə, yəni, özünüzə, öz hisslərinizə yönəlik danışanda ki, qarşı tərəfə, mən belə hiss eləyirəm. Qarşı tərəf onda o qoruma mexanizminə keçmir də. Bir də var ki, o günahlandıranda istərsəniz deyirsiniz, dostların, sən dostun belədir, pisdir, elədir, belədir deyəndə, avtomatik keçəcək dostun müdafiəyə. Amma bizə vaxt ayırmayanda mən özümü dəyərsiz hiss eləyirəm, ya da ki, bir gün nə vaxtsa olanda, həmin bax, həmişə belə olsun, yox da, bu gün nə gözəl keçdi, nə yaxşı hiss elədim sənin yanında. Belə anlarınız çox olsa nə gözəl olar. Bu şəkildə deyəndə inanın ki, artırmaq istəyəcək o insanda. Yəni, sizin özünüzə də təsəvvür edin, mən burada oturum, elə siz səhvsiniz, günahkarsınız, heç nə də bilmirsiniz desəm, avtomatik müdafiəyə keçərsiniz hər biriniz. Amma sizin hisslərinizi anlamağa çalışanda, siz öz hisslərinizi danışanda, ya da ki, mən öz hissimi danışanda siz mənə anlayasınız. Mənə qarşı bir güvən yaranacaq sizdə. Ki, hə, bu insan mənə qulaq asır. Amma dediyim kimi, sırf eləsən belə uşaq kimi, heç hətta deyərdim bunu uşaqlara da eləmək düzgün deyil ki, oturub danlayıb və nəyəsə düzgün, o ailə terapiyalarında gəlirlər, uşağa bunu deyirəm, eləmir. Uşağa axı sən rəhbər kimi əmr verəndə, xüsusilə də yeni 70 yaşındakı insanlar, uşaqlar sizə qarşı gələcək. Qarşı gəlməyəndə siz əzirsiniz, zəif bir uşaq yetişdirmiş olursunuz. Yəni, qulaq asmalıyıq, fikrimizi bildirməliyik, öz hisslərimizi deməliyik. Yəni, bugün 5 yaşındakı uşaq da öz yatağını toplaya bilər rahat. Amma biz onu necə istəyə bilərik? Əvvəlcə öyrətməliyik, sonrasında onu hər dəfə eləyəndə biz onu tərifləyirik, alqışlayırıq və bu uşaq üçün də xoş bir şey olur. Bir müddət sonra da vərdişə çevrilir. Eyni ilə də ailə münasibətlərində elədir. Biz ancaq danlayaraq nəsə əldə eləyə bilmərik. Sən dili ilə danışaraq nəsə əldə eləmək olmur. Öz hissimizi ifadə eləməliyik. Baxın, dediyim kimi, terapiyalar niyə bu qədər işə yarayır? Çünki biz sizin hisslərinizlə işləyirik. Hisslərinizi anlamağa çalışırıq. Eyni şəkildə də bütün insanların duyğusu var. İnanın ki, o hisslərinizi deyəndə başa düşürlər bizi. Düşmədiyimiz yerdə də ən azından o dediyim, anlaşa bilmirik. Mən burada A deyirəm, sən B deyirsən, amma olar ki, bir kənardan da bir, nə səninki olmasın, nə mənimki olmasın, bir mütəxəssisin köməyi ilə baxaq biz buna. Görək, necə edə bilirik? Vaxta nə qədər qalır Fidan xanım? Sonrasında digərlərin qısa-qısa tez analiz edib, sonrasında istəkli, könüllü kimdirsə, bir nəfərlə 6 dəqiqəmiz var. edək. Yəni, kimlər könüllüdür, plus yazar və zəhmət